Məsələnin kütləvi informasiya vasitələrindən geniş məlumat olduğuna görə mən məsələnin faktların üzərində dayanmaq istəmirəm. Sadəcə bir faktdır. Yəni, bunun siyasi, hüquqi tərəfini bir tərəfə qoysaq, məsələyə mənəvi tərəfdən yanaşsaq, mənim 35 yaşında cavan, Allah heç kimin başına gətirməsin. Cavan bacıoğlum rəhmətə gedib və mən onun yasında iştirak eləmək üçün gedirəm. Təsəvvür edeyim ki, yasın birinci günü keçir, ikinci gün bunlar bu cür əməliyyat tədbiri qururlar və mənim başıma torba keçirirlər. Öz doğma yurdumda, yasda oğlum. Və məni gözdən könüldən uzaq bir yerə aparırlar. Təhqir edirlər, şantaj edirlər, hədə gəlirlər və s. və s. Bunun özü heç bir əxlaqa sığmayan, yəni mənəvi terrordur, mənəvi terror. Mən 93-cü ildən üzvləri mübarizə aparıram və parlamentdə mübarizə aparmışam. Heydər Əliyevlə üzvə-üz mübarizə aparmışam. Mən Heydər Əliyevə o millət vəkillərindən olmuşam ki, adam budanda da, uduzanda da kişi kimi udar, kişi kimi uduzar ifadəsini işlətmişəm. Mən sınmamışam, məni sındıra bilməyiblər. Mən həbsxanalardan keçmişəm. Bu, mən deməyimə görə çox-çox üzr istəyirəm, təvəzzüatdan uzaq olsa da, həbsxana həyatı yaşamışam. Nə biləm, sutkalar yaşamışam, 2 illik, 3 illik həbsxana həyatı yaşamışam. Məni sındırmaq mümkün olmuyor. Deməli, burada söhbət sındırmaqdan getmir, burada söhbət mübarizədən çəkindirməkdən getmir. Burada söhbət qisasdan gedir. Yəni, 20 illik mübarizənin qisasından söhbət gedir. Məsələnin mən siyasi tərəfinə toxunmaq istəyirəm. Azərbaycan həlledici bir dönəmə daxil olur, yeni bir mərhələyə daxil olur. Azərbaycan 20 illik müzahilənin, demokratiya uğrunda müzahilənin bu həlledici mərhələsindən Azərbaycan hakimiyyəti hazır deyil. Köhnə metodlarına, bu mübarizəni aparan, bu yeni mərhələdə ortalığa çıxan gənclər hərəkatına qarşı, digər siyasi subyektlərə qarşı, topluma qarşı, toplumun digər qurumlarına qarşı bu cür köhnə metodlarına mübarizə aparmaq təbii ki, effekt verməyəcək. Fikir verin, mən bir detalı sizin diqqətinizə çatdırmaq istəyirəm. 93-cü ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahı əlindən alınanda hər biriniz xatırlayırsınız. Qərargahın altından, o zaman mən Azərbaycan Xalq Cəbhəsi İcra Komitəsinin sədri idim, hadisələrdən daha çox məlumatım var idi. Azərbaycan Xalq Cəbhəsinin zircəmisindən butulkaları çıxartdılar. Və Əli Ömərov həmin butulkaları nümayiş elətdirdi, elan elədi ki, bu butulkalarla Azərbaycan Xalq Cəbhəsi çevriliş eləmək istəyir. Üstündən 20 il keçib, bugün nidaçıları həbs edirlər, nidaçıların evindən həmin butulkanı çıxarırlar. 20 il bundan əvvəl bizimkiləri həbs edəndə ciblərindən narkotik maddələr çıxarırlar və yaxud da üzərindən silah çıxarıb deyirdilər ki, həbs eləməyin başqa yolu yoxdur. Ya polisə müqavimət göstərib adını qoyurdular, ya narkotik qoyub cibinə tuturdular, ya da silah qoyub tuturdular. Bugün eyni ilə həmin proses davam edir. Azərbaycanda siyasi subyektə çevrilən inanslı insanların öz dini, ehtiqat azadlığında mübarizə aparan insanları fakt qarşısında qoyublar. Dini həbs elədikləri onlarla dini kəsimdən olan İslam Partiyasının və digər ehtiqat üzvlərinin fakt qarşısında qoyublar. Ya silah, ya narkotika. İkisindən birini boynuna götürüb həbs olunmalı. 20 bundan qabaq elədiyi, tədbiq elədikləri o köhnə metodlardır. Təbii ki, bu metodlarla Azərbaycan hakimiyyəti Azərbaycanda baş verən bu prosesin qabağını saxlaya bilməyəcək. Dünyada gedən prosesin qabağını saxlamaq mümkün deyil. Yəni, dünyada demokratiya uğrunda müzahilə istiqamətində yaxın şərtdə 200 minə yaxın insan canını fəda edirdi. Və bu 200 min demokratiya uğrunda müzahilədə, bu mərhələdə canını fəda edən beynəlxalq ictimai, beynəlxalq dəstəklər, ictimai geri dönə bilərmi? Və Azərbaycanda gedən bu prosesi, demokratiya uğrunda müzahilə prosesini geri söndürmək mümkündürmü? Bu elə bir prosesdir ki, bunun qarşısını almaq mümkün deyil, bunu ləngitmək mümkündür. Amma proseslər o qədər böyük bir vüsat alıb ki, indiki halda bu prosesləri ləngitmək də mümkün deyil. Azərbaycan hakimiyyəti mən hiss elədiyim, mən gördüyüm
mən orada gördüyüm bir şeyi müşahidə edildiklərim bundan ibarət ki, Azərbaycan hakimiyyəti təlaş içərisindədir. Daxildə Azərbaycan hakimiyyətinə indiyə qədər məlum olan ənənəvi müxalifətin adresi, ünvanı məlumdur. Amma indi ortalığa yeni siyasi subyektlər çıxır. Toplumun xalq artıq ləyaqət hissinin, oyanan xalq öz ləyaqət hissinin arxasızca davam elədiyinə görə, yeni gənclik meydana çıxdığına görə, 20 illik mübarizənin nəticəsində ortalığa çıxan bu gənclik ənənəvi müxalifətlə birləşir, bütövləşir, yeni bir hərəkat, xalq hərəkatına doğru bir proses gedir və belə bir vəziyyətdə təbii ki, hakimiyyət təlaş içərisindədir, narahatlıq içərisindədir. Hakimiyyətə beynəlxalq aləmdən təpkilər, təzyiqlər, daxili ictimai rəyin təpkiləri, təzyiqləri təbii ki, hakimiyyəti belə bir təlaşlı vəziyyətə salır. Qeyri-müəyyən vəziyyətdə olan hakimiyyət son dövrlərdə artıq əldə olunan informasiya görə, əgər indiyə qədər İlham Əliyevlə bağlı çox ciddi müzakirələr gedirdisə, son dövrdə artıq onun prezidentliyə namizədliyin verilməsi hakimiyyət daxilində çox ciddi tərəddüdlərlə qarşılar. Xüsusilə son dövrlərdə, bu yaxın ofşar zonalarda 130 min nəfər içərisindən İlham Əliyev və onun ailəsinin önə çıxarılması onunla bağlı idi ki, o ofşar zonalarda fəaliyyət göstərən ofşar şirkətlərin özləri bizneslə məşğul olan adamlardır. Yeganə tək-tük siyasətçilər, dövlət başçıları var ki, onlardan biri də prezident kimi İlham Əliyevdir. Və bu tipli başlanan baskılar, təpkilər, təzyiqlər təbii ki, hakimiyyəti təlaş vəziyyətinə salıb. Hakimiyyət qeyri-müəyyən vəziyyətdədir. İlham Əliyev namizədliyini verə biləcəkmi? Verə bilməyəcək. Mümkün deyil. Bu cür təpkilərin, təzyiqlərin qabağında belə bir ağırlı, təlaşlı vəziyyətdə olan, qeyri-müəyyən vəziyyətdə olan hakimiyyət təbii ki, agoniya vəziyyətindədir və bu tipli proseslər başlayır. Təsəvvür edin ki, nidaslara qarşı Azərbaycanda gənclik hərəkatının əsasını qoyan, ona stimul verən nidaslara qarşı o cür prosesin başlanması, dini kəsmə qarşı bu cür münasibət, ənənəvi müxalifətə qarşı kəskin təpkilər, təzyiqlər. Ölkədə nə baş verir? Ölkədə toplum inqilaba köklənir, hakimiyyət isə əks inqilaba. Belə bir durumda, belə bir vəziyyətdə iki üz-üzə dayanan cəbhə var. Bir, demokratik cəbhə, bir avtoritarizm cəbhəsi. Bir, Heydər Əliyev despotizmi, bir, Əbvəz Elçibə humanizmi. Üz-üzə dayanan bu iki səngərdə demokratik cəbhə ilə avtoritar cəbhə arasında demokratik cəbhə tərəfindən deyil, avtoritar cəbhə tərəfindən ölüm dilim mübarizəsi gedir deyə elan ediblər. Nəsibinin gözünü qorxutmaq mümkün deyil, Elman Abbasovun gözünü qorxutmaq mümkün deyil, Həkim Erdostunun gözünü qorxutmaq mümkün deyil. Bunu sadəcə olaraq törətdikcə əksinə özlərinə qarşı daha kəskin təpki, təzyiqlər olacaq. İnşallah 2013-cü il dəyişiklikdir, həll edici ildir, mistik baxımından düşərli olmasa da təqvim baxımından bizə düşərli olacaqdır. Bizi heç kim yolumuzdan döndərə bilməz. Bu tipli hadisələr bizi mübarizədən çəkindirə bilməz. Sizlərə bir daha təşəkkür edirəm diqqətinizə görə. Sağ olun.